Səhər maşını işə salırsan, hava soyuqdur, amma bir çox sürücü kimi ayağın dərhal qaza gedir. Bəs bilirdin ki, bir neçə saniyəlik hərəkət motorun ömründən aylar, hətta illər aparır. Bu videoda sənə sadə dildə izah edəcəm. Soyuq motora qaz verəndə motorun daxilində hansı təhlükəli proseslər baş verir? Motor soyuq olanda nə baş verir? Gecə boyunca motor tam soyuyur, motor yağı qalınlaşır və əvvəlki kimi rahat axmır. Metal hissələr yığılır və sərtləşir. Sən maşını işə salanda motor dərhal hərəkətə keçir, amma yağ hələ də bütün hissələrə çatmır. Bu anda qaz vermək ən böyük səhvdir. Quru sürtünmə başlayır, porşenlər yuxarı aşağı hərəkət edir, krank valı fırlanır, klapanlar açılıb bağlanır. Amma aralarında yağ qatının qoruyucu təsiri yoxdur. Nəticə isə metalı yeyir və mikroskopik cızıqlar yanarır. Hər səhər motor biraz daha aşınır. Soyuq vəziyyətdə bütün hissələr dar olur. Qaz verdikdə isə təzyiq kəskin artır, sürtünmə çoxalır, istilik birdən yüksəlir. Bu da porşen halqalarının tez köhnəlməsinə, silindirlərin yeyilməsinə, motor gücünün azalmasına səbəb olur. Yağ dövranı gecikir. Normal halda yağ motorun bütün hissələrinə yayılmalıdır. Soyuqda isə bu proses yavaş gedir. Sən qaz verdikcə hissələr sürətlənir, amma yağ onları qorumağa gecikir. Bu isə motorun quru rejimdə işləməsi deməkdir. Sonradan yağ yemə problemi yaranır. Bir müddət sonra sürücü ustaya müraciət edir. Motor niyə yağ yeyir? Çox vaxt səbəb məhz illərlə edilən soyuq qazlama vərdişidir. Turbinli maşınlarda daha təhlükəlidir. Əgər maşın turbinlidirsə, risk 2 qat artır. Soyuq yağ turbinin oxuna gec çatır. Sən qaz verdikdə turbin çox yüksək sürətlə fırlanır, amma lazımi yağlama olmur. Nəticədə turbin tez köhnəlir, səs salmağa başlayır, sonra isə sıradan çıxır. Düzgün necə etmək lazımdır? Maşını işə saldıqdan sonra 30-60 saniyə gözlə. İlk bir neçə dəqiqə sakit sür, yüksək dövrəyə salma. Bu motorun sağlam şəkildə isinməsinə imkan verir. Nəticə isə motoru tez qızdırmaq üçün qaz vermək düzgün üsul deyil. Əksinə bu motorun ömrünü qısaldır. Ən düzgün üsul sakit sürərək isinməsinə şərait yaratmaqdır. Əgər motorun uzun ömürlü olmasını istəyirsənsə, soyuq halda qaz vermə vərdişindən imtina et. Videonu bəyənməyi və paylaşmağı unutma ki, başqaları da bu səhvdən qaçsın.